Amerikada adi, Azərbaycanda isə əlçatmaz sayılan şeylərdən danışacağıq. Amerikada Walmart, Best Buy, Amazon kimi yerlərdən ucuz elektronika tapmaq olur. Məsələn, televizor, kompüter kimi. Amma eyni məhsulları Azərbaycanda daha baha alırıq. İkinci əl mebellər Amerikada çox məşhurdur. Məsələn, divan, taxt, kravat, istədiyin şeyi müxtəlif marketlərdən, məsələn, Facebookda Marketplace-dən və yaxud da Goodwill-dən və yaxud da Unique kimi mağazalardan $35, $50, hətta daha ucuz, divan məsələn, $35 bir divan tapmaq olur. Amma Azərbaycanda ikinci əl məhsullar, yəni mebellər o qədər də çox yayğın deyil və ümumiyyətlə bu məhsulları bu qiymətə tapmaq olmur. Amerikada sosial yardımlar çox geniş yayılır. Məsələn, EBT kart var ki, sizə nəqd pul vermir, amma siz oradan bazarlıq eləyə bilirsiniz. Hər ay 300, 400, bəzən $500 olur içində. Sosial, tibbi belə deyək, xərcləri qarşılamaq üçün Medicaid kartı var ki, tamamilə pulsuz ödəniş edirsiniz. Yəni tamamilə pulsuz tibbi imkanlardan yararlana bilirsiniz. Rental assistant var ki, kirayə haqqını ödəyə bilmirsinizsə, oradan yardım ala bilirsiniz və yaxud da bağça ödənişini eləyə bilmirsinizsə, müəyyən subsidiyalar var ki, onlardan istifadə eləyə bilirsiniz. Amerikada brend məhsulları almaq üçün outlet mağazinləri var. Belə ki, Ross, Marshall, Burlington, TJ Maxx'dən çox bahalı brendləri ucuz almaq olur. Məsələn, Calvin Klein köynəyini $10 ala bilirsiniz. Adidas'ın bir corabını, məsələn, 3 cüt corabını $3 ala bilirik. Amma Azərbaycanda demək olar ki, belə bir mağazinlər mövcud deyil. Amerikada ən əsası, ən rahat başa gələn maşınlardır, avtomobilləri, ikinci əl avtomobilləri çox ucuz almaq olur. Məsələn, adi bir Prius'u 2013-cü ilin, 2015-ci ilin Prius'unu $5000 almaq olur ki, belə ki, Amerikada işləyən tək adam növbəti ay artıq bu Prius'u ala bilər. Azərbaycanda isə ikinci əl avtomobillər, xüsusilə isə yeni avtomobillərə yiyələnmək çox baha başa gəlir.